indi gəlmir. Nə bilim, hələ gəlməyib bizə. Yəqin birazdan gələr. Hamıya eyni anda verə bilmirlər, axı yarım verirlər, biraz ora verirlər. Sularınızı doldurun, qablarınızı yuyun, yeməyinizi pişirin ki, bir də gördüyünüzü yenə kəsilər, iraq olsun. Ona görə sevinməyin də, yəni tez yeməyinizi pişirin, qabınızı yuyun ki, səhər də ola bilsin ki, kəsilsin. Çünki nansazlıq yaranıb da nə vəziyyətdədir, düzəldirlər hələ. Bizdə var uzaniyalar, niyə yox da? Var. Köhnə binalar da var, Novostroka da var, həyət evlər də var. Siz də bu binada kalırsınız. Hansı binada kalıram mən? Qoşdan mənim, sən niyə qoşuram ki? Xalam qızsan, əmim qızsan, neyinəm səni? Açay, Red Bull almışam. Çay həvəsim yoxdur, yoruldu. 120-40 su alıp uyanmışam. Rabiş öyrəyimə. Su gəlmir ya. Şişirsən neyi var? Biraz ha. Yoktu çubuq. Ay Allah, bunu ataq səssizə, bu ruh xəstə şeydir sənə. Bir söz 20 dəfə yazır, heç mən lazım da deyil səni. Salam, yaxşıyam, siz necəsiz? Bugünkü əl işimin xalımı 4 gün istədi burasını. Kuruglu yox. Buranı 4 gün istədi. 4 gücdə elədik. Burasından kaldırdık. Burasını kaldırdık. Burada tükləri var idi aşağıda. Tüklərini götürdüm az miktarda. Çünkü mən qaş ala bilmirəm yəni. Ala bilirəm yəni, ola bilsin tükünü çıxardanda incidərəm onu, ona görə eləmirəm. Sözü qaycam. Çok sağ ol Ayşe, başıma dönerim. Aycan ne olub? Biləm. Yok abla. Aycan. Rayonlara ne bileyim ay ürəyim. Rayonlara inşallah yayda gələcəm. Az daha çay içmirəm, yoruldum. Ne kadar çay içeyim ayın onu. Aral durmuram, belə yaxşıyam. Hə, deməli qaşını qaldırdıq, göz məsafəsini biraz qaldırdıq qəşəng. Daha mənim günümdə deyil. Onun köynə qaşı yox idi. Qaldırdıq bir yanımızı bu yana. Buradan da dedi sındır. Buradan da sındırdıq, dedi ox elə. Dedim ox eləyim, kuruglu, dedi ox elə. Bir dənə belə qaş elədik, qoyduq. Niye salonda işləmirsəm? Nəyimə lazımdır? İstəmirəm. İnsanların üzünü gördükçə istəmirəm kimlərdəsə işləməyə. Nəyə görsərim? Səhifəmdə var da şu videolar. Mədəniyyətsizəm, niyə oturmuşsan canımda? Nadejda nə? Hə, mama mənə deyir. Xanım bəli, özü qaşı bəyəndi. Bazar gündə anasının qaşını eləyəcəm. Niyə bəyənməsin ki? Mən onlara sual verirəm. Buranı kurugla eləyim, 4 gün deyir, 4 gün. Deyirəm buranı ox eləyim, yumru deyir ox. Deyirəm buranı qaldırım, bura deyir qaldır. Şu.
Ne deyir ona eləyəm mənə, nə? Mənim nəyim lazım? Bilmirəm. Mən nə bilim ay bacı, mən sənə Surokda bir yerdə yatmışam, əskərlikdə olmuşuq. Cinsiyyətimi dəyişdirəm də əməliyyatda bir yerdə idim. Ben sənə nə bilim, sənə sarı yaraşır yoxsa yox. Yox, mən səni oradan tanıyıram. Mən nə bilim. Deyir mənim sarı yaraşır. Mən nə bilim, səni tanımıram, mən nə bilim yaraşır. Manyaksan. Qaşı çox köbut işləyirəm. Çox sağ ol. Teşekkür ederim. Bəlkə qaşı vaxtında sənin kimi fake-lə yazan o ustalar var ya, o ölürləri partlayırlar yaxşılarından iraq. Siz pis günə qoymusunuz, mən düzəltməyə çalışıram. Ola bilər. Qaşlarımı kim eləyib, imza lazımdır ki? Qaşlarım pis gündədir, niyə soruşursunuz ki? Engelle. Onu engelle. Onu engelle. O mənə söyledi, sənə xoşuna gəldi, klas verdi, ged onun yanına. Davay, blok. Davay, blok. Bunlarla da belə. Neyim lazımdır? Attım ikisini də bloka. Susu lazer eləyirsən, bəli, mən həm lazerəm, həm ginekoloqam, həm astroloqam. Öz qaşımı özüm niyə eləm? Xoşuma gəlir. Belə başqa ustaların yanına gedəm, 10 ilin 15 ilin ustaların yanına püskünə qoyurlar məni. Xoşuma gəlir. Blok yaxşıdır. Bir güne. Dur. İndicə hamilələr baxır. Hamilə Red Bull niyə içsin? Xay. Fibrosa niye eləmirsin? Hələ şikayət gəlməyib qaşdan. Tuzeri bir kökərdim sənə. Ağlayacağım da. Gələcəm. Göz əməliyyatı pulum yox deyə. İnşallah ödəyəcəm. Kart koyum birinci ev alınması hazırdan ev almaq istəyəm. Sonra. Çok sağ ol canım. Hemşirizin güzü. Dırnaqlı çoxma bəli. Ya birinci masa hazırdan ev alım sonra. Bir də mən şeydə qalıram deyəni bir də maşın alım. Burada çoxlu itlər var. Mənə parçalayırlar. Maşınımı deyim. Sonra. Hayır. Keçi yox, istəyirsən, eyb yox. Mən elə bildim ki, mən ev alacağım, siz mənə dəstək olmayacaqsınız. Mən ona görə birinci maşın aldım, amma evi hələ almadım. Birinci maşını aldım, maşını gizlədirəm, deyirəm rentakarda. Ondan sonra ev alacağım. Osman masa huzurda ne işin var? Vallahi da. Hala hardadır yatıb.
Çok sağ ol. Teşekkür. Dişlerimi altına ekmeğim. Niye adını çekiyorum ki? Borcum var ona. Benim hiç kime borcum yoktu. Hamsını ödemişini eylemeyeceğim. Sabahın hayır. Sabahın hayır. Ahırda teşekkür ederim. Yaxşı, yaxşı. Bir söz onu verme. Suzu lazere müraciət edeyim. Mən neyniyim ay bacı? Tük sənin, qıl sənin, ər sənin. Ərvin sənin qıllı xoşuna gəlirsə, məndən niyə soruşursan, mən nə bilim? Yanındakindən soruş da, ayağımıza bir-birimizə girir, yoxsa yox, mən nə bilim? Mən lazerəm. Qıllı gəzir, məndən niyə soruşsa? Lazerə gedeyim arzusu. Çubuq. Necə sən Tutu? Kişi də tükələrdə yerə soxum səni, qızdı bu. Ged yat. Onsa mən YouTube'a nə bilim qoyurlar, hara qoyurlar bilmirəm, baxarsan. Belə də fırlanam. O Mart'ta kiprik kaynağı olar. Yaşlı ürək yaxşı olur. Tüfürüm elə işə düşməyə. Tüfürüm elə işə düşməyə. Vicdansız yıx da sən məni. Dedim bugün olar. Azaya yiyin şimdi. Şahin ömrəvi silməmişəm, sən öl. Kız sənin boşluğa ömrünü siləm. İş nömrəmə yaz, bir dənə də orijinal nömrəmə yaz. Sıkın eləyim, buradan atım sənə adıvı. Açaşıb bunun içində. Yıxacam zaman yox. Da heç bax, elə bir cərə sevgilim sən, öl sakitliyəm da. İğrənc bacım. Gəl dedim. Deyəm. İş nömrəmə indi yaz, soxum gözvə. Yaz bura. Yaz. İş nömrəmə yaz. Yaz, soxum sənin gözvə dincəli. Sən də üzün üstlər görüb üşük. İnşallah bu xalımı göstərim sizə. Görün necə əridi sən Allah deyəm. Hardadır? Hayda. Asa. Görün əriyib bu xalım, yoxsa mənə elə gəlir. Səşiyəmi mən. Mən bilmirəm amma, bir dənə baxım. Deyəm. Diqqətən baxın ha. Bir də belə. Əriyib yoxsa yox? Yox. Ərməyib. Tək ərməyib. Yox, az bunlar da yoxuludurlar. Bazı dəqiqləşdirin də. Olar. Belə görsədim dincə. Belə deyəm. Eynidir. Amma bu üzümlə eyni deyil amma. Bax. Göstərmə bax buna bax. Göstərmə bax.
Gözlerim tamam qalxıb. Bunlara belə. Az gözəlemi, bir damcı burnum var. Burnum yok değil kranındas. Görüntü değiştirmişim bütün gözüm. Çok değiştirmişim. Gözlerim kalkıp. Az aynı kesim ben burada da ablam. Ablacığım. Nece bildiği. Babam hem kosmetologumdu. Düz 3 ildi. 3 ildir bu insan məndən və soruşursunuz ki, burnum əməliyyatı, üzümdə qətiyyən əməliyyatım yoxdur. Qaş qaldırmam, üzüm, mimikam. Deyən alnımı görsədim sizə. Deyəm. Gözlerim zalım, hamısı yerindədir. Hələ bu şəklimə gəl, hələ buna gəl. Yorğun, göz ətrafım nə gündə, göz qapaqlarım belə. Buna bax, qırışım yox, tərtəmiz. Yəni bu qadını mən heç kimə dəyişmərəm. Orada da burun əməliyyatdaydım. Orada mən burun əməliyyat eləmişdim. Aynur xanım yazın. Yo azca toxunuş da eləsə siz məni tamam dəyişdiniz. Qalanı qanmayan nə başa düşür? Orada mən burnum əməliyyatdaydı özdə. Mənim burnum əməliyyatdadır burada. Fındıq burnum var. Tamam dəyişmişəm. Dodağıma qədər dəyişmişəm. Yəni bu qadın məni yenidən yarattı. Gözüstü bütün prosesləri Aynur xanım eləyib. Kimlər istəsə mənim adımdan geçsin, indirimlərdən yararlanım. Dodağımı təbii eləyib. Əlbəttə təbii, o hər şeyi təbii eləyir. Hər şeyi təbii eləyir. Əvvəlki nə də az, əvvəlki nə gündəydi. Oradan. Ne, Suzu Aycan. Oxu, nə oxuyum Aycan? Yazın düşməyib bax ürəyim. Salam ay Ayxan, salam. Yazınız düşmür ürəyim. Çənəni mən çənə istəmirəm, axı neynirəm? Borçalı qız, yazınız düşmür ay ürəyim. Kosmetologumun adı Aynur xanımdır. Aynur xanım zəhmət olmasa bir dənə nəsə yazın. Gözlərimin üstü qırış deyil ya. Gözlərimin üstü nətər olmalıdır ay bacı, belə olmalıdır. Bu baş satmaz xəstədir bu. Bacı gözün üstü belə olsun. Belə eləyəsin məni. Belə olun. Bilirəm Aliyana xanım, bilirəm siz yazınız düşmür. Bir də yazdınız Zuzu. Bir də yazdınız ki oxu. Vsyo. Kosmetologun gəlir mi Gürcistana zakaz olsa, Aynur xanıma yazın da siz özünüz. Ürəyim mənim, siz yazın. Qızlar, mənim gözlərim
WhatsApp'dan yazdım. Can yazdınız, oxudum, elə canlıdan oxuyuram sizə. Aynur xanımın nömrəsi səhifədə var, yazın. Qıza qırış nəyə deyirsiniz ay ürəyim? Mənim gözlərim nə gündə idi? Sən nə danışırsan? Kosmetologların heç birinə mən getmirəm. Yazsalar da getmirəm. Mən Aynur xanıma heç kimə dəyişmərəm. Çünki pula görə mən kimisə yanına getsəm, üzümə hərəsi bir şey vuracaq. Ona görə mənim üzüm zədələnəcək. Mənim üzümün ikinci kosmetologu Aynur xanımdır. Birinci kosmetolog, üçüncü kosmetologdur. Birinci Aytaç xanımın yanına getmişdim ilk önce. Ondan sonra bir xanım var idi, onun yanına dodağa getmişdim. Ondan sonra Aynur xanımı mən 3 ildir tanıyıram. Mən onu heç kimə dəyişmirəm. Handa bir kosmetologlar yazıb mənə. Xırdalanda işləmir. Nərmanovda Bakumol. Port Bakupoyu. Az mən necə çuşqayım. Metropark. Metroparkın yanında Rosman'ın yanındaki Rosman var. Rosman'ın yanına ikinci blok. Orada salondu da, yani binada salondu. Ev değil, salondu. Prosedurlar edilir. Bəli, Aynur xanım və bu xanımdır. O mənə çox dəyişib. Mən onu, yəni heç bir kosmetologa dəyişmərəm. Kimlər yazır mənə, kimlər yazır, heç pulla da getmirəm mən. Nəyimə lazım? Getmirəm heç birinin yanına. İstəmirəm də. Çünki mən belə qız olmuşam, ağzım da əyilmişdi. Qızlar, mənim ağzım tamam əyilmişdi, inanın Allaha. Nevrolojiyam mən əyilmişdi ağzımdan. Dodağıma gör, nə gözəl eləyib dodağıma. Gör, beləyəm, yox. Gözdə qırışı nə edirsən sən? Qaşlarım pox qoydu da üzümə. Qaşlarım. İndi alnımda bir dənə qırışlar var idi ki, bax alnıma. Alnıma bax. Şüşə kimidir. Aynur xanım aparatdan eləmir. Aynur xanım özü bilir. Mənim bir izləyicim var, onkoloji xəstədir, yanına gedib Aynur xanım deyib ki, yox, elə şeylər var ki, sizə olmaz. Yəni pul düşkünü deyil də bu xanım, başa düşdünüz? Pula görə sənin dodağına gel vursun, pula görə sənin gözünə nəsə var. Çox vicdanlı insandır, mən ona görə onu çox istəyirəm. Mən ona görə onu çox istəyirəm. Ona görə onu çox istəyirəm. Ona görə onu çox istəyirəm. Xırdalanda ablam su gəlmir. Kimin evində su gəlirsə, tez işinizi görün ki, birazdan su kəsiləcək. Dolğu var mənim üzümdə, bəli. Mənim buralarımda da dolğu var. Buramda da dolğu var. Sümük eləmişəm, baxın, bax. Bax, danışanda bura baxın. Buralarımı da eləmişəm, buramı da eləmişəm, bəli. Mənim üzüm tamam dəyişib, onun da səbəbkarı o xanımdır. Bilinmir, çünki gözəl eləyir də, vulgarna eləmir insanı. Kosmetolog var, səni vulgarna eləyir. Başa öyle zat. Yox, xanım eləmir. Hələ mənim sümük şeylərim gedib deyən göstərərəm sizə. Mənim sümüklərim hələ gedibdir, hələ yarısı qalıbdır. Gəlim ya Aynur xanım, sizin yanınızda o sümüyü də eləyək. Yəni sümükləri göstərəcəm sizə. Sümüklərim budur. O kız kim biliyor musun artık? Rüya. Rüya kim? Korev Studio. Yıllardır o kızı arıyor işte. Çocukluğundan beri aşık olmuş. Hayatını yaptı o kız için işte. Kız kim? Sonra deyin yine görselim size.
Bu yanaqlarım elə düşübdü. Niyə qəşəng olmuşam, niyə? Çox da qəşəngim. Qəşəngim. Maşallah, maşallah. Bu da deyil üzüm bax. Çox qəşəng yaraşır mənə. Çox qəşəng, sümük filan qəşəng. Qocalanda dolğuya geyəcəm, səhət dəxli yoxdur, hara gedirəm. Öyle otur sakit. Mama açma da qapını, üzü bu yanadır. Zuzu kreditlə eləyir, bəli, bir kartla eləməlidir Aynur xanım. Siz Aynur xanımın özünə səhifədə nömrə var, oraya yazın zəhmət olmasa. Aynur xanımın səhifəsi budur. Gələcəm Aynur xanım, inşallah gələcəm. Ayın 10-na qədər gələcəm yanınıza. Qızlar, səhifəsində əlaqə nömrəsi var. Nərmanovda yerləşir. Mənim adımdan gələnlərə indirim var. Göz deyilə bilərsiniz, göz qaldırma, buravıza, çənəvizə, nə ürəyi istəyir. 3 ildir mən o xanımı, əvəz olunmazımdır mənim. Mən o insanı eşkimə dəyişmirəm. Belə, buyurub gedə bilərsiniz. Mən də inşallah gedəcəm bu buramı düzətdirməyə. Burama dedi sapatım. Dedim, yox. İndi deyəndə bəlkə fikirləşdim, elədim bura. Səhifədə nömrəsi var. Zəhmət olmasa yazın, bax. Səhifə buradır. Özünüzə əziyyət verin, mənim canlarım. Səhifəsinə takip atın. Profil şəklinin altında əlaqə nömrəsi var. Oraya yazın. Mütləq. Mütləq. Aynur xanımın elədiyi heç nə boş şey olmayıb. Özünə yazın. Yaz. İndirim olunacaq. Niyə olunmur ki? Pis olsa mən gedərəm. Nəyimə lazımdır? Pis olsa o cür iğnələri üzümə vurduraram. Nəyimə lazımdır? 200-300 manat reklam pulu alacağım deyənə özümü öldürəcəm. 3 ildir mən bu adamın yanına gedib gəlirəm. Mənim anım belə idi də. Deyən onu da görsəlim, dincəlim. Sənin yarın nə dərdi, mənim yarım nə dərdi. Anlam bu beləydi. Deyəm. Gözəm. Gözdən yoldu. Şişə kimidir. Özdə məndə 1 il gedir, düz 1 il. 1 il. 1 il gedib salariden yapışmasam gedir. Salarya mən 15 seans getdim. 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə. Hələ onda bir damcı açıldı. Belə 1 il gedir. Aynur xanıma yazın. Yazın. Yanına gedin. Görüşün. Yanına gedin. Məsləhətləşin. Nə ürəyi istəyir? Öncədən yazılın. Öncədə profil şəklinin altında nömrə var. Oraya yazın, sonra gedin.
Göze ziyan. Valla göze zılı ziyan değil. Ne göze ziyan. Ben kaç düzenleyeceğim. İnşallah birinci videoma komment yazarsınız da. WhatsApp'ta yazıram. Bakın zahmet olmaz ha. Can yaz benim güzel bacım yaz. Geleceğim inşallah. İnşallah öpürəm sizi. Yorğunam. Bugün müşteriler işlemişəm. Sözüm bildin daha kime? Niye bilmirəm kral sözü tanıyıram da mən. Sözü tanıyıram mən. Yoldaşınızı, sizi, eşkinizi, məhəbbətinizi. Hiç tanımıram. Uşaqlar, kimler qarşı istəsə səhifədə şəkillər var, baxa bilərsiniz. Qırğımız iyi hamının evində olur da. Yox, hamı dalaşanda bir-birinə deyir ki, aşkım, başına dert düşsün. Sənə qurban olum, parça tiki olasan. Hamı dalaşanda el eləyir də. Mən bizon içmirəm, Red Bull içirəm, əl çək. İldə bir dəfə alıram. Hamı dalaşanda. Allah mənə nələr deyir dalaşanda sən. Quran olsun. Arvad məhdi, ikisi də əlbəttə mən onları çox istəyirəm. Gürcistanlılar ümumiyyətcə mərd qadın olurlar, mərd olurlar. Bizə dastoyun olurlar. Başqa cür olurlar onlar. Səsin niyə belə batıqdır mənim kimi? Sən nə işlə məşğulsan bilmirəm. Amma mən nevroloji olduğuma görə bütün günü küçələrdə elədiyimə görə səsim tutulub. Can ağrımasın. Afta detallar. Çox sağ ol. Allah başından döysün. Bir köpüyü. Uşaqlar çox sağ olun ürəyim. Uşaqlar oğlum atası ilə qalır. Qızım su çiçəyidir. Su çiçəyidir deyənə evə gəlsə Raul karantində olacaq. Bayra çıxa bilməyəcək ki, kiməsə keçirtər. Çünki o keçirtməyib. Ona görə atası ilə qalır. Mən də Gürcistanlıyam. Mənim qaşımı da edərsən. Mənim gözüm üstə. Profil şəklinin altında nömrə var. Nə vaxt istədiniz yazın, gəlim eləyim. Kırmızı giyməlidir, gindiririk də. Bu yaraları quruyub. Mən niyə gözlərim torraşıb? Niyə belə olmuşam bilmirəm. Bilmirəm niyə belə interesli olmuşam. Nevrolojidir, hə, gözlərim torraşır. Bu da kırmızı giyinir. Kırmızı banti, kırmızı köynək. Qalx 3 gün qızdırdı. 3 gün qızdırandan sonra başladı səpməyə suluq. Aynı onu indi bitirir. Всё. Təzyiqim bilmirəm ki, təzyiq ölçmürəm. Nə bilim. Yaxşı olur. Gözümü gələ gedim də Qurban doktorun yanına. Gedim yoxlayım. O mənə bir dənə dərman yazmışdı. Mənə demişdi ki, o dərmanı gözvə tök. Mən o resepti attım.
Gələ gedim yanına. Ya oğlumu niyə tutsun? Gələ gedim onun yanına. O mənə dedi ki, göz yorğunluğuna görə sənə dərman yazıram. Almadım mən onu, kül mənim başıma. Tabrodex deyil idi, yox. Bilmirəm, mənə dedi ki, sənin gözlərin çox yorğundur. Ona görə mənə dərman yazdı. İndi gələ getsəm 35 manat müayinəyə verim. Onun dərdindən istəmirəm gedim. Canıma qıymıram ki. Gələ vaxt eləyim gedim. Bəlkə nə bilim sabah keçərəm yanına. Yo, heç vaxt. Neynirəm? O boyda qurban həkimi qoyub mənim nəyimə lazımdır, kimisə yanına gedib. Az mən bilirəm, nəyin yeri haradır. O cür qurban həkimi qoyub mən gedərəm başqa həkimin yanına. Kafan yerində deyir sənin. Həkim, qurban belə kişidir, baba belə. Sən nə danışırsan? Mənə handa bir həkimlər əməliyyata saldı. Mən bu gözümdə buynuz qışası var. Göz damarlarım böyükdür. Əməliyyata girən kimi kör qalacam. Mənə əməliyyata soxurdular. Sırf bəlkə də bir ay heç çəkməyəcəkdi. Mənim göz qapaqlarım ümumiyyətcə yox olacaqdı da. Yəni göz damarlarım dayanacaqdı. Əməliyyatda da dayana bilərdi, əməliyyatdan sonra da. Ümumiyyətcə mənə əməliyyat olmaz. Mən ölənə qədər mən açqı taxmalıyam. Ta 50 yaşından sonra yararsız günə qalacaq gözüm. Ondan sonra mən linza qoyacaqlar mənə 40-45 yaşında belə. Belə amma olmaz. Qurban doktorun yanına mən gedəcəm də. Sizi götürüb gedərəm sabah. Deyəcəm, ay qurban doktor, imkanım yoxdur 35 manata. Siz mənə demişdiniz ki, göz qapaqların sənin yorğundur. Bir dənə ona aid dərman demişdiniz. Onlar onu dinəndə mənə. Mən səni bu cür reklam edirəm. Mən pulsuz işlədəm də reklam eləmərəm. Onun reklama ehtiyacı yoxdur. Gözəl həkimdir. Bəli. Qurban gözəl həkimdir. Gedəcəm indi onun yanına, deyəcəm, mənim göz qapaqlarım ağrıyır. Gözümün içi çox ağrıyır. Mənə dərman yaz. Sabah gedəcəm nə yanına? Yox, o özü mənim gözümü bilir də. Yox. Allah. Yox, sabah gedəcəm yanına. Göstərərəm sizə. Ay Allah. Az Qurbanov baş məşqçidir. Nəyim? Soyadım bilmirəm. Saat neçədə gedərəm? Günorta canlıma baxın. Bu səhifəmdə kim izləmir izləsin. Birinci videolarıma imkan daxilində əliniz telefona çatırsa bir dənə like qoyun. Heç olmasa keşfədə düşün. Mən dilənçilik bilmirəm, yolçuluq bilmirəm, əziyyət çəkirəm, pul qazanmaq istəyirəm. Mənə bir dənə yanan barmağa şey eləyin, xeyriniz olsun. Mənim videolarımı bəyənin. Mən sizdən nə pul istəyirəm, nə yemək istəyirəm. Heç nə də istəmirəm. Bir də mənə like qoyun, mən keşfədə düşüm və müştərilərim olsun. Başqa iş nə? Yaxşı, başqa iş də istəmirəm sizdən. Çox sağ ol hədiyyələrə görə. Aynur ablam, öpürəm səni. Gecəviz xeyrə qalsın. Yorğunam. Sabah bayra çıxmalıyam. Sizi çox istəyirəm. Bayra çıxacağım sabah. İşim var. Qurban doktorun da yanına gedəcəyəm. Burada gedəcəyəm. Getdim uşaqlar. Sağ olun.